Abşeronda yanğın hadisəsi baş verib. Hadisə Xırdalan şəhəri Kristal Abşeron bir yaşayış kompleksinin 13 saylı binasında qeydə alınıb. 14 mərtəbəli binanın 10-cu mərtəbəsində baş verən yanğın qısa müddət ərzində söndürülüb. Bildirək ki, yanğın baş verən zaman ev sahibi evdə olmayıb, onların rayona yas mərasimə getdikləri bildirilir. Həyəcan siqnalı çaldı, yanğının həyəcan siqnalı səsə çıxdı. Qapıdan tüstü çıxırdı. Qapını döydük, gördük ki, içəridə heç kim yoxdur. Çıxdım balkona, mühafizəni səslədim, oradan ki, xəbər verin, yanğın var. Qapını gəldik, sındırdıq, ancaq tüstüdən içəri girmək mümkün olmadı. Tam sındıra bilmədik, aça bilmədik, qapının ortasını sındırdıq. Ona kimi mühafizə gəldi, sonra da ki, yanğın söndürənlər gəldi. Operativ şəkildə söndürdülər, sağ olsunlar. Yanğın belə ilkin məlumata görə qaz peçinin, yəni elektriklə işləyən qaz peçindən olub. Çox güman ki, açıq qalıb. Nədir? Kuxnadan başlayıb. Ev yəsəvdə yoxdur, yox. Eşitdiyimizə görə rayona gediblər, üzrə gediblər.